Salam, hər vaxtınız xeyirli və uğurlu olsun. Bizim Səda bugünə olan buraxılışıyla efirdədir. Xoş gördük sizləri. Adil, insanın ən gözəl xatirələri uşaqlıq illəri ilə bağlıdır desəm, yəqin ki, yanılmaram. Əlbəttə, uşaqların isə ən yadda qalan xatirələri ad günləri, bayramlar kimi əlamətdar hadisələrdir. Biz böyüdükdən sonra bu günlər bizim üçün adiləşsə də, balaca olarkən bunların adı belə çəkiləndə necə deyərlər, həyəcanlanardıq. Adil, mənim doğum tarixim yay ayına düşdüyündən bu günü həmişə tətildə, nənə baba və qohumların əhatəsində keçirərdik. Amma bir dəfə necə oldusa, düz 11 yaşımda ad günümü evimizdə qeyd elədik. 100% həyətdə sinəni gərib, uşaqlar, bugün mənim ad günümdür deyib, mələ uşaqlarını da evinizə dəvət eləmsən, hə? Aha, hardan bildin? Elə bir uşaqlığımız bir yerdə keçib. Bilmədim, sadəcə təxmin elədim. Elə əməkdaşımız Pərvin də bugün bizə ad günlərindən, bu xüsusi günlərin qeyd olunma adət ənənələrindən danışacaq. Gəlin bir yerdə baxaq. Deyirlər ki, insan ad günündə həssas, həyəcanlı və kövrək olur. Yanında dostlarını, tanışlarını görmək istəyir. Ad günündə ən yadda qalan məqam isə şamları üfürməkdir. Beləliklə, hər kəs doğum gününü öz istəyinə uyğun qeyd edir. Bəs görəsən, paytaxt sakinləri ad günlərini necə keçirməyə üstünlük verirlər? Ad gününüzü necə keçirməyi sevirsiniz? Dostlarla, ailə ilə, belə, kollektivlə daha maraqlı olurdu. Hər hansısa bir yerdə dostlarımla yığışıb əylənməyi, axşam da evdəkilərlə, valideynlərlə qeyd eləməyi üstünlük tuturam. Yaxınlarımla, öz qohumlarla keçirməyi sevirəm. Yəni, dostlarım yanımda olsun, yəni mənə bəsdir. Ad günümü addən dostlarımla keçirməyi sevirəm və yaxşı yeyib içirik, şənlənirik. Daha çox ailə ilə keçirdirəm, çünki dostlar uzaqda alınmır. Tarixdə ilk doğum gününü qeyd etməyə nənəsi miladdan 3000 il əvvəl yaşayan bir Misir fironuna aiddir. Bugün fironlar və onların yalnız oğlan övladları üçün nəzərdə tutulurdu. Həmin günün şərəfinə həbsdə olan əsirlər azadlığa buraxılırdı. Rəvayətə görə Roma imperatoru Sezarın ad günü isə əsl festivala çevrilirdi. Tarixdə ilk qadın ad günü isə Kraliça Kleopatraya məxsus olub. Ölkəmizdə isə ad günlərindən də çox ad qoydunun tarixi daha qədimdir. Ümumilikdə götürdüyü Türk Oğuz mədəniyyətində ad qoyma mərasimi birinci növbədə cəmiyyətdə seçilmək, həmin qəhrəmanın sosial statusa malik olması ilə birbaşa bağlı olurdu. Yəni, qəhrəmanın Kitab-ı Dədə Qorqud dastanlarında göstərildiyi kimi Oğuz cəmiyyəti xeyrinə baş kəsib, qan tökməli, düşmən ilə mübarizədə şücaət göstərməli və Oğuz cəmiyyətinə xeyirli bir iş görməli idi ki, o cəmiyyət tərəfindən tanınsın və ona ad verilsin. Yeni doğulan körpənin gəlişi hər ailəyə sevinc gətirir. Necə deyərlər, toy bayrama çevrilir. Yəqin elə bu səbəbdən də ölkəmizdə ad günü şənliklərindən də başqa ad qoydu da keçirilir. Bu mərasim dünyaya gələn körpəyə ad qoymaq üçün onun şərəfinə təşkil edilir. Əməkdaşımız Babəkin bu yaxında övladı dünyaya gəldiyini eşidib, biz də ora ad qoydu mərasiminə yollandıq. Məqsədimiz isə onun övladının ad qoydu mərasimini çəkməkdir. Sizinlə bərabər biz də bu müqəddəs mərasimin şahidi olacağıq. Bu münasibətlə lider kollektivi adından Babəki və onun doğmalarını təbrik edirik. Sevincimizin həddi hududu həqiqətən yoxdur. Çünki qızın dünyaya gəlməyi həm də onun babasının ad gününə düşdüyü təsadüf elədi. Düşünürdük babasının ad gününü qeyd edir, amma elə yarandı, elə oldu ki, qızın həmin gündə elə özü dünyaya gəldi və bizim sevincimiz 2 qat olaraq artdı. Körpənin adını qulağına çağırdıqdan sonra körpə doğmalar tərəfindən bir-birinə ötürülür. Körpə dünyaya gələrkən şəriətimizdə belə bir qanun var. Adət deyil, bu xüsusi bir savab olan ənənələrdəndir və bu millətin ruhundan süzülüb gələn bugünə qədər bir adət-ənənələrdən, şəriətə söykənən bir istinad olan bir faktordur. Uşağın sağ qulağına gözəl olar ki, 40 gününə qədər atası azan desin, sol qulağına iqamə desin və o adın da müəyyənləşməsi məhz o azanın deyilməsindən, iqamənin deyilməsindən sonra adının mübarək olunması, təsdiq olunması qeyd olunur. Ad insanı gözəlləşdirdiyi kimi insan da adı gözəlləşdirir. Bugün də balaca körpəmizə Banu adı verildi və biz də ona adı ilə böyüsün deyirik.
Körpənin nənəsinin sözlərinə görə neçə vaxtdan bəridir ki, səbirsizliklə bu qız övladını dünyaya gəlişini gözləyir. Çünki bu uşaq onun ilk qız nəvəsidir. Nəvə baldan da şirindir deyirlər. Hətta o nəvələrini öz övladlarından da çox sevir. Yenə körpəyə xoşbəxtlik arzulayıram. Yer üzündəki bütün evladlar xoşbəxt olsun, onlar da içində. Allah atalarını alıb böyüsün, gözəl evlad nəsib eləsin. Bütün evladlar kimi xoşbəxt olsun. Beləliklə, xalqımız bayramları, özəl günləri təmtəraqlı qeyd etməyi çox sevir. O cümlədən də hər birimiz üçün dəyərli olan ad günlərini. Xüsusi günlərin həyatınızda şirin nağıl kimi iz qoyması diləyi ilə Pərvin Əmirova, Rəşad Məmmədov, Lider TV. Deyirəm, hər bayramın öz atributları var. İnsan həyatının əlamətdar günlərindən başlıcası olan ad günü də müəyyən mənada hər birimizin kiçik şəxsi bayramıdır. Ülviyə, elə isə de görüm, ad gününü nəsiz təsəvvür eləmək qeyri-mümkündür. Qohum-əqrabasız, rəfiqələrsiz, dostlarsız. Sonra? Tortsuz, şamsız, hədiyyəsiz. Başqa? Başqa nə bilim, nəyi nəzərdə tutursan? Hamının səbəbkarın yanına toplaşıb bir ağızdan oxuduğu o mahnı var ha. Happy birthday to you. Ad günün mübarək mahnısını deyirəm də. Bəs bilmirsən, bu mahnısız heç bir ad gün olmaz? Düz deyirsən. Əlbəttə ki, bütün dillərdə ifa olunan bu musiqinin də, sən demə, yaranma tarixçəsi varmış. Bilirdin? Doğrudan. Mənə də maraqlı gəldi. Əminəm ki, elə sizə də maraqlı gəldi. Elə isə əməkdaşımız Gülnara eşidək. Bəli, bizim bu balaca qızcığaz eləmə tənbəli, qollarını çırmalayıb əməlli başlı araşdırmaya keçib. Bəs nəticə olaraq nələri üzə çıxarıb? Bu haqda isə sıradakı sujetdən biləcəyik. Happy birthday to you. Happy birthday to you. Xeyr, biz efir vasitəsilə kimisə təbrik etmək niyyətində deyilik. Sadəcə olaraq hər kəsin bir musiqi zövqü var. Kimisi rock, kimisi estrada, bəzilərimiz isə caz musiqilərinə qulaq asmağı sevirik. Bəs görəsən, bugün dünyada ən çox dinlənən və ifa edilən mahnı sizcə hansıdır? Heç bu barədə fikirləşmisinizmi? Tarixi ilə bağlı deyə bilmərəm, amma belə doğum günü mahnısıdır. Doğum günü şən mahnıdır. Doğum günündə oxuyurlar da belə onu. Özünüz kiminsə ad gündə ifa eləmisiniz? Bəli. Ad günündə? Например, administratorumuzun işte ad günü. Yəni doğum gününüzü təbrik edirəm Tüyü sənin. İfa etmisiniz bu mahnı kiməsə ya da sizə ifa olunur? Əlbəttə ki, ad günlərində əl salıb ifa eləmişik. Happy birthday to you. Bu musiqi dünyada ən çox dinlənilən mahnılar sırasındadır. Onun hər bir insanın həyatındakı mühüm hadisə ilə bağlılığı bəstənin şöhrətinin getdikcə artmasına səbəb olur. Happy Birthday to You mahnısının əsl qaynağı Amerikalı Kibacıya aiddir. Orijinal variantı Good Morning to All, hamınızın sabahı xeyirli olsun adlı mahnının sözləri dəyişdirilərək sonradan Happy Birthday to You kimi musiqi tarixinə düşdü və bugün dünyanın müxtəlif ölkələrində fərqli aranjmanlarda ifa olunur. Dünyaca məşhur bu musiqi bizim müğənnilər tərəfindən də müxtəlif janrlarda, estrada, caz və s. ifa olunur. Onlar hesab edirlər ki, elə mahnılar var ki, repertuarda xüsusi yer alır, Happy Birthday də bunlardan biridir. Bu mahnı ən çox uşaqların da çox xoşuna gəlir və böyüklər də əlbəttə ki, o mahnını oxuyanda Happy Birthday elə bir anlıq insan axır ad günü münasibətinə bir növ elə bir uşaqlaşırmı deyim, ya nəysə belə bir şey. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarəkdir, ad günün mübarək. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Uşaqdan böyüyə hər kəsin zövqünü oxşayan Happy Birthday to You mahnısı bəstəkarlar tərəfindən də sevilməkdədir. 15 ilə yaxındır vokal janrında ifa edən və öz bəstələri ilə tanınan Pərviz Məmmədov uşaqlar kimi bu mahnını çox sevir. Ad günün mübarək, ad günün mübarək, ad günün mübarək, ad günün mübarək. Поздравляем тебя, поздравляем, любя, поздравляем, поздравляем,
Fikrincə, ad günü mahnıları çox olsa da nədənsə məhz Happy Birthday ən çox istənilən və tələb olunandır. O da çalışır ki, bunu sevənlərə ən gözəl şəkildə çatdırsın. Bu mahnını ingilis dili ilə başlamaq lazımdır. Amma hər hansı bir üç dildən biri olmayanda, düzdür, onu ərəb dilində də oxuyublar. Bir bəndi elədir ki, ingilis dilində, bir bəndi də ərəb dilində. Ən çox yayılmış bu versiyadır. Amma mən şəxsən mənə yaxın olduğu üçün ingilis dili, yəni öz anam dilimiz, rus dili, mən bu üç dillərdə oxuyuram. Happy Birthday deyə, məsəl üçün kimin ki ad günüdür, onun adı və Happy Birthday to you. Xatırladaq ki, Happy Birthday-in mətni dəyişdirilərək bugün türk, rus, ərəb və digər başqa dillərdə, həmçinin doğma Azərbaycan dilimizdə də səslənir. Lakin müəlliflik haqqı bacılara aiddir. Bəli, bugün də sizə dillər əzbər olan Happy Birthday-in yaranma tarixindən danışdıq. Və elə yeri gəlmişkən, doğum günü bu sujetimizə təsadüf edən bütün tamaşaçılarımızı Happy Birthday to you deyərək onlara xoş günlər arzulayırıq. Gülnar İlqar qızı, Turab Məmmədov, Lider TV. Kişilər, başımızın bəlası mı deyim, evimizin direği mi deyim, bilmirəm. Bəzən dağları dələn Fərhad, dəli Koroğlu olursunuz, bəzən də Ərköyün körpə. Ülviyə, sən canım, bizi qınamayın. Deyir, kişinin aslan və ya pişik olması həyatındakı qadından, xanımından asıdır. Qoy bəylər məndən inciməsin. Bu da çox düz söhbətdir. Səmimi etirafları sevirəm də, hadi. Ülviyə, hərdən qadınları qınayıram da. Çünki ailənin yükünün çox hissəsini üzərlərinə götürərək, özləri də bilmədən böyük səhvə yol verirlər. Başa düşmədim, niyə axı? Çünki siz qadınlar hər şeydən əvvəl evinizin xanımı olmalısınız. Kişisi yox. Çox sağ ol, Adil. Lap ürəyimdən xəbər verdin. Amma bu sözü heç də hər kişiyə şamil etmək olmaz. Evinə, ailəsinə baxan, əsasdakı xanımına az əziyyət verən kişilər də var. Əlbəttə, danışanda gərək haqla danışasan. Diqqətcil, məsuliyyətli bəylərimiz də az deyil, ha. Neysə, söhbət elə biz qadınların yaralı yeri olan kişilərdən düşmüşkən, gəlin görək özlərini bəşəriyyətin güclü yarısı adlandıran bəylərimizdən sözü necə deyərlər, kəlbətinlə çıxmasının səbəbi nədədir? Demək istəyirsən ki, biz kişilər niyə az danışırıq, hə? Bu barədə Dilli Dilavər əməkdaşımız Elmiradan biləcəyik. Qadınlar əksər vəziyyətlərdə çox danışmağı üstün tutarkən, kişilərdə isə bu tam tərsidir. Yəni, çox danışmazlar. Qadınların gün ərzində ağzından 23 min söz çıxdığı halda, kişilərdə ən yaxşı ehtimalla bunun yarısı qədər söz çıxır. Bəs görəsən, kişilər niyə belə az danışır? Gəlin araşdıraq. Bax, səncə kişilər niyə belə az danışır? Utancaq olurlar ona görə. Az danışmalıdır ona görə, onların xüsusiyyəti olsun. Kişi xarakteri ona görə az danışmalıdır, düzgün danışmalıdır. Qadınlardan imkan yoxdur da danışmaq, ona görə. Qadınlar o qədər danışır, elə kişini də əvəz edir də. Çünki kişi az danışmalıdır. Çünki kişilər də adı üstündə kişidir. Dayanmadan danışan bir qadın və susmağı üstün tutan bir kişi. Belə cütlüklərə tez-tez rast gəlirik. Elə qadın-kişi münasibətlərində də vəziyyət eynidir. Qadının kişidən daha çox danışması elmi araşdırmalara belə mövzu olub. Misal üçün, qadınla kişi tıxacda olarkən qarşıdakı avtomobilin lazımsız hərəkətində eyni dərəcədə əsəbləşsə də, qadın 2 saat durmadan deyinər, halbuki kişi bir dəfə deyinib bunu bir də dilinə gətirməz. Görəsən niyə belə olur? Kişi belə bir vəziyyətdə qadının hər şeyi nə qədər böyütdüyünü bildiyi üçün özünü tarazlıq simvolu kimi görər, səssiz qalaraq sakitləşdirici təsir yaratmaq istəyər. Bəs görəsən kişilərin az danışmasının daha nə kimi səbəbləri var? Kişilər məsuliyyət daşıyırlar. O da nəyə görə gəlir? Çünki onlar qədimdən kişinin məsuliyyət daşınması çox yükdür. Yəni o həmişədən ailəsini qorumaq, sonra müharibədə iştirak eləmək, işdə fəaliyyət göstərmək, bunların hamısı məsuliyyətin nəticəsidir ki, bu kişilərdə az danışmasının səbəbinə gətirib çıxardır. Nə üçün? Çünki çox danışanda daha çox emosiyaya gətirib çıxardırlar. Deyirlər ki, hər danışığın özünün çəkisi qızıla bənzərdir. Ona görə kişilərin az danışmaq və konkret olaraq danışmağın daha çox böyük qiyməti var, nəinki çox danışmaq və onun arxasında durmamağın nəticəsidir. Kişilərin sükutu tərcih etməsi bir çox qadınlar üçün əsl problemə çevrilib. Xanımlar elə bilirlər ki, kişilər onların danışığına əhəmiyyət vermir, anlatdıqları problemlərlə maraqlanmırlar. Qarşı tərəfdən cavabı gəlməyəndə isə daha da qıcıqlanırlar. Mütəxəssislər kişinin az danışmasını, xüsusilə kritik vəziyyətlərdə səssiz qalmalarını problem kimi deyil, kişi təbiətinin bir parçası olaraq qəbul etməyi məsləhət görürlər.
kişilərdə bir xüsusiyyət var. Əgər bunlar nəsə işlə məşğul olurlar, onlar elə bil ki, kör-lal olurlar. Onlar heç nəyə reaksiya verə bilmirlər. Ona görə kişilərin o susmasını qadınlar təhqir kimi qəbul eləməsin. Əksinə olaraq, o onların təbiətidir. Və ona görə çox zaman problemlər elə ondan yaranır ki, kişi ilə qadın bir-birlərini başa düşmək. Kişilər deyirlər ki, qadınlar çox danışırlar, qadınlar deyirlər ki, kişilər çox danışmağı xoşlanmırlar. Oğlan uşaqlarına kiçik yaşdan etibarən kişilərin az danışmalı olduğu öyrədilir. Şuur altına işləyən bu ifadə bir növ təlqin rolunu oynayır. Bu da gələcəkdə həmin oğlan uşağının qaradinməz bir kişi olması ilə nəticələnir. Kişi hər zaman təmkinli, soyuqqanlı və istənilən problemi həll etmək iqtidarında olmalıdır. Bəs görəsən qadın az danışan kişi ilə necə davranmalıdır? Daha yaxşı olar da ki, gülməli də görsənsə, əvvəlcədən desin ki, mən səndən bu barədə danışmaq istəyirəm. Və konkret olaraq, yəni kişilər xoşlanmırlar ki, bir məsələni götürüb qeyri-adi uzaq yoldan başlasın ki, nədir, gətirib bu məsələyə çıxardacaq. O istəyir konkret olaraq ki, bu məsələdir, bunu götürüb demək lazımdır. Sonda belə bir nəticəyə gəldik ki, kişi az danışıb az gülər stereotipi artıq formalaşıb. Elə mütəxəssislər də kişilərin az amma qiymətli danışmalarının vacib olduğunu deyirlər. Hər halda bunu çox da böyüdüb problem etməyə ehtiyac yoxdur. Əziz qadınlar, sizi isə az danışmağı kişilərin bir xasiyyəti kimi qəbul etmək, onların bu xüsusiyyəti ilə barışmaq qalır. Elmira Manaflı, Əfqan Pənahoğlu, Licar TV. Hər insan ayrı-ayrılıqda cəmiyyətin bir fərdidir və qırılmaz zəncirin bir hərqəsi olan bizlər əslində cəmiyyətsiz, yəni digər hərqələrdən təcrid olunmuş halda mövcud ola bilməliyik. Pardon. Əlbəttə, axı insanın dəyəri cəmiyyət içində, ailədə, kollektivdə müəyyən olunur. Ona görə də hər birimiz bu və ya digər ortamda diqqətli olmalı, adi etika qaydalarını gözləməliyik. Amma bəzən elə məqamlar da olur ki, hərəkətlərimiz qeyri-ixtiyarı baş verir. Yəqin söhbətin vərdişlərdən getdiyini anladınız. Amma mənə elə gəlir ki, sıradakı sujetin araşdırma obyekti olan hadisə vərdişdən çox fizioloji prosesdir. Söhbət bu əsnəməkdən gedir. Pardon. Deyəsən məni də əsnəməyə yoluxdurdun ha. Bəs eşitməmsən ki ya, əsnək gətirər? Yaxşısı budur, hər kəs izləyib özü qərar versin. Hə, Babək, buyur. Söz bu dəfə səndədir. Bəzilərimiz əsnəməyi vərdiş hesab etsək də, əksəriyyətimiz bunu yuxu ilə əlaqələndiririk. Bəs görəsən, bunun əsl səbəbi nədir? Axı biz nə üçün əsnirik? Əsnəməyin səbəbini bilirsiniz? Bəli, insana yuxu gətirir. Yəni, ancaq yorğun olduğumuz zaman əsnir. İşdə gedirsən, yorğun olursan, və nəsə yuxu gətirir də adamı. Sizcə biz nə üçün əsnirik? Yorğunluqdan. Başqa hansı hallarda əsnəmək olur? Yuxusuzluqdan. Yağışlı havalarda olur, qar yağında olur, əsnəmələr. Bir də səhər tezdən elə vaxt olur, duranda əsnirsən. Sizcə biz nə üçün əsnirik? Əsnək yorulduğumuz üçün. Başqa hansı hallarda biz əsnəmək tuturuz? Başqa bilmirəm, ancaq yorulduğumuz üçün ola bilər. Yuxusuzluqdan ya da soyuqdan. Əsnəməyin özünə məxsus bir cəhəti var. Əsnəyərkən ağız qeyri-iradi açılır və içəri daha çox hava daxil olur. Bu proses 6 saniyə çəkir. Ümumiyyətlə isə bu hal bədəndə oksigenin səviyyəsi azaldığı üçün meydana gəlir. Bunu yuxu ilə əlaqələndirsələr də əslində bu proses yuxunu uzaqlaşdırmaq üçün baş verir. Yuxumuz gələn zaman əsnəyiriksə, bu ona işarədir ki, orqanizm yuxu ilə mübarizə aparır. Yəni əsnədiyimiz zaman artıq yuxunu qaçırmış oluruq və həmin vaxt yatmadıqsa bir müddətdən sonra artıq yuxumuz gəlməyə bilər. Əsnəməni beynimizdəki hipotalamus deyilən bir nahiyyə tənzimləyir. Bu, orqanizmdə serotonin və dopamin sintezini tənzimləyən simpatik sinir sistemini oyaq saxlayaraq orqanizmin oksigenə olan tələbatını ödəmək üçün əsnəmə aktının baş verir, yəni əmələ gətirir. Bəzən əsnədiyimiz zaman başqalarının da əsnədiyini görürük. Bu normaldır, çünki əsnəmək yoluxucudur. Bu xəstəliyə daha çox həssas adamlar yoluxurlar. Belə ki, alimlər bunu yoxlamaq üçün mühəndis və psixoloq tələbələri bir otağa yığıb əsnəmək səsləri veriblər. Məlum olub ki, əsnəyənlər əsasən başqalarının taleyinə biganə olmayan adamlardır.
Əgər gün boyu həddindən çox əsnəyirsinizsə, bu bədəninizin sizə göndərdiyi sos siqnalı ola bilər. Belə olan halda vaxt itirmədən müayinə olunub, əsnəyin səbəbini aşkar etmək lazımdır. Əsnəmə normadan artıq olduqda, yəni 15 dəfədən artıq olduqda, bu orqanizmdə hər hansı bir gizlin xəstəliyin olduğunu göstərən bir faktordur. Bunlara səbəb olan hansı xəstəliklər ola bilər? Yuxu pozğunluğu, stres, depressiya, arteriyaların trombozu, serebrovaskulyar xəstəliklər, beyin kötüyünün zədələnməsi, ürək-damar xəstəlikləri, xroniki yorğunluq sindromu və s. ola bilər. Əgər gün ərzində insan fiziki yorğunluğunu aradan götürərsə, dincələrsə və yuxusunu bərpa edərsə və bu zaman əsnəməyin sayı azalmarsa, artıq həkimə müraciət etmək lazımdır. Araşdırmalara görə yuxu norması və stresin beyin istiliyində dalğalanma yaratdığı müəyyən olunub. Əsnəmə isə beynin istiliyinin normada saxlanılmasına və hüceyrə mübadiləsinin ideal səviyyədə qalmasına kömək edir. Bu hal oksigen miqdarını artırmaqla beyni soyudur və onun yaxşı işləməsinə şərait yaradır. Əsnəməyə düşünmək belə insana əsnəmə gətirir. O da ki, ola yanındakı dayanmadan əsnir. Bunun insana bir zərəri olmasa da, həddindən çox olması da yaxşıya işarə deyil. Odur ki, buna laqeyd qalmayıb, özünüzü həkimə göstərməyiniz pis olmazdı. Babək Zeynal, Ülvi Rəhimov, Lider TV. Bir dəfə məktəbdən gələndə anamın qonşu eyvandan məni səslədiyini eşitdim. Bir qədər təəccüblənsəm də elə çantam belimdəcə öz qapımızdan ötüb üst qonşu ilə qalxdım. Səncə nə olsa yaxşı idi? Nə? Məlum oldu ki, qapımız çırpılıb, açarımız evdə qalıb. Olan şeydir. Belə hallar çoxunun başına gəlib. Nəysə, qonşularla məşvərətdən sonra qərar qəbul edildi ki, məni iplə aşağı sallasınlar. Səndəki cimbala, 100% bu fikri böyük həvəslə qəbul eləmisən, hə? Adil, mənim day sənə sözüm yoxdur. Sən əsl ekstrasensiymişsən ki, xəbərimiz yoxdur. Əlbəttə qəbul elədim. Pəncərədən girib qapını açdıqdan sonra özümü əsl qəhrəman kimi hiss edirdim. Ədabaz gəzirdim. Bəs qorxmadın? Axı yüksəklik elə-belə qorxu deyil, əməlli başlı fobiyadır. Doğrudan? Əlbəttə ki, inanmırsan, Gülnardan soruş. Bəzi insanlar hündürdə olduğu zaman həyəcanlanır, necə deyərlər, əcəl təri tökürlər. Bu isə yüksəklik qorxusudur. Psixologiyada buna akrofobiya deyilir. Maraqlıdır, görəsən bu fobiyadan nə qədər insan əziyyət çəkir? Akrofobiya nə deməkdir, bilirsiniz? Eşitmisiniz nəsə? Akrofobiya, xeyr. Fobiya sözünün qorxu olduğunu bilirəm və mən yüksəklikdən qorxmuram. Amma o akrofobiyanın nə olduğunu dəqiq bilmirəm. Akrofobiya yüksəklikdən Mənzillərin balkonundan da qorxuram. Çoxdan qalmıram deyə qorxuram. Yəni hündür binalı evdə olsam, hündür mərtəbəli, yəni evdə ən axırıncı mərtəbəsində də olsam, pəncərədən baxsam, məsələn, qorxaram. Bu fobiya insanlarda çox erkən yaşlarda meydana gəlir. Psixoloqların sözlərinə görə bunun günahı həddən ziyadə mühafizəgar valideynlərdədir. Yüksəklik qorxusu həmçinin digər fobiyalar kimi keçmişdə baş verən hər hansı hadisə və ya travma ilə bağlı da yarana bilər. Valideynlərdə instinktiv olaraq öz övladlarını qorumaq funksiyası var və biz öz övladlarımızı qoruyarkən onları hər bir təhlükədən, hər bir yüksəklikdən, hər bir problemdən qorumağa çalışarkən dur, dayan, getmə, yaxınlaşma, yıxılarsan kimi kəlmələrlə tərbiyə edirik. Və nəhayət çox zaman uşaqlar axı yüksəkliyi sevirlər çox erkən yaşlarda. Çünki onlar təhlükəni bilmirlər, yıxılmaq qorxusunu bilmirlər, həyəcan nə olduğunu hələ bilmirlər. Onlar çıxarkən biz onları qəfildən qorxutduğumuz üçün o kəlmələrimizlə onlarda bu aqrofobiya yaranır. Mütəxəssislər valideynlərə tövsiyə edirlər ki, uşaqlarını tərbiyə edərkən qorxularla bağlı çox ifrata varmasınlar. Alman alimlərinin qeyd etdikləri kimi uşaqlarımızı tərbiyə edərkən onlara yanından uyarıcı, yəni onlara həyəcana gətirici, onlara xüsusi şərh verici, onların xüsusi qıcıqlandırıcı təlimatlardan uzaq duraq. Bəzi insanlarda o qorxudan alınmış travmalar, qorxudan alınmış həyəcan, gərginlik, stres qalıcı olur. Məsələn, həssas sinir sisteminə malik olan insanlar daha sonra o ilk alınmış travmadan sonra davamlı travmalar alırlar. Qəhrəmanımız Dəyanət Əsədov da yüksəklikdən qorxduğunu etiraf edir. Onun sözlərinə görə bu hiss onda uşaqlıqda yaşadığı bir hadisədən sonra baş qaldırıb. Uşaq vaxtı ikən mənim başıma belə bir əhvalat gəlib. Mən özüm rayon uşağıyam. Rayonda bizdə körpü var idi, taxta körpü var idi, taxtadan düzəltmişdilər. Harsa bir sürü yerindən
çürük yeri var idi. Orada ayağımı qoyanda çaya düşdüm. Çox da elə bir hündür deyəndə elə mənim üçün yüksək idi o vaxtlar. Arsa bir 5 metr, 6 metr belə olardı. Çaya düşdüm. Sözün əsl mənasında onda mən çox qorxdum. Həddindən artıq qorxdum. Bəlkə də elə ondan belə bu tərəfə mən ürəyimdə elə bir qorxu yarandı, yüksəliyə çıxmamaq. Belə bir fikir yarandı ki, yəni elə bir qorxu hissi keçirdim ki, ondan sonra mən yüksəliyə çıxmadım. Söhbətimiz əsnasında o dönə-dönə vurğuladı ki, yüksəliyə heç bir vaxt, hətta məcbur qalsa belə qalxmaz. Hətta belə danışaydı, mən indi məni doğrasalar belənsinlər, milyon versələr belənsinlər, mən yüksəliyə məni çıxarda bilməyəcəklər, çıxmayacam təbii ki. Çünki çox qorxuram hətta. Yəni mən bir dəfə prof eləmişəm, zət eləmişəm ki, mən çıxmaq istəmişəm, amma yenə alınmayıb. Yəni hədsiz dərəcədə qorxuram. Lakin yüksəklik qorxusuna qalib gəlib, onu adrenalinə çevirənlər də az deyil, elə mənim kimi. Ancaq bir şey unutmayın, nə qədər yüksəklikdə olursanız olun, əsas odur ki, ehtiyat əldən verməyin. Ehtiyat igidin yaraşığı da axı. Gülnay İlqar qızı, Əfqan Pənahoğlu, Lider TV. Elə bitkilər var ki, məhz müəyyən ərazilərdə və xüsusi qulluqla yetişib ərsəyə gəlir. Banan, kivi, ananas, mango kimi. Bu eksotik bitkilərin vətəninin isti, bol yağıntılı tropik ölkələr olduğunu bilməmiş olmazsınız. Səni deyə bilmərəm, amma gülməli də olsa şəxsən mən ananasın kaktusa bənzər kol bitkisi olduğunu hələ bu yaxınlarda öyrənmişəm. Bəs əvvəllər nə düşünürdün? Bilmirəm, nədənsə bu meyvənin bananlar kimi palmada yetişdiyini düşünürdüm. Yox, bugün sizə nə banandan, nə də ananasdan danışmayacağıq. Ancaq söz açacağımız bitki də ən az sadaladıqlarımız qədər maraqlı quruluşa malikdir. Yalnız onu deyə bilərəm ki, onun adı çəkiləndə təsəvvürümüzdə çay, göl kənarındakı qamışlar canlanır. Ay Xumar, deyirəm bəlkə bu bitki elə dədə-babadan tanıdığımız qamışın qohumlarındandır. Hə? Sən nə deyirsən? Elə bitkilər var ki, həm görünüşü, həm də istehsalatda istifadəsinə görə seçilir. Bambuk da dünyanın qeyri-adi bitkiləri sırasındadır. Vətəni Asiyanın subtropik və tropik iqlim qurşağı hesab olunan bambuk bitkisinin daxili məkanda yetişdirilməsi həqiqətən çətindir və məharət istəyir. Taxıllar fəsiləsindən olan çoxillik həmişəyaşıl ağac şəkilli ot bitkisi olan bambukun latınca adı bambosadır. İçərisi boşluqdan ibarət olan bambuk kifayət qədər möhkəm oduncağa malikdir. Əsasən kökümsovları ilə çoxalır. Sürətli kökümsovları ilə sürətli çoxalma qabiliyyətinə malikdir. Lakin toxumları ilə də çoxaldıla bilir. Belə ki, Çinlilər bunun toxumunu çoxaldarkən 5 il vaxt sərf edirlər. Mütəxəssis İlkin Şəfiyevin sözlərinə görə bu bitkidən həm də tərəvəz kimi istifadə edirlər. Çinlilər bunun yenicə çıxmış zoğlarından xüsusi yeməklər bişirərək istifadə edilir, tərəvəz kimi istifadə edirlər. Şərq ölkələrində isə bu bitkidən xalq təbəbətində istifadə olunur, müxtəlif xəstəliklərin sağaldılmasında istifadə olunur. Bəzi növlərin çiçəklənməsi ömründə bir dəfə baş verir. Bəzilərində 30 ildə bir dəfə, bəzilərində isə 100 ildə bir dəfə çiçəklər və bitki çiçəklədikdən sonra toxum verib məhv olur. Olduğu yerə egzotik bir hava gətirən bambuk bitkisi səbrin və əzmin çiçəyi adlanır. Dünyanın ən tez böyüyən bitkisi bir günə təxminən 90 sm uzanır. Bambuk bitkisindən Çində və Avropa ölkələrində yaşıllaşdırma məqsədi ilə geniş istifadə olunur. Xüsusilə də canlı çəpərlərin çəkilməsində bu bitki əvəzsizdir. Bu bitkidən mebel sənayesində də geniş istifadə olunur. Lənkəran rayonunun Talışlı kənd sakini 56 yaşlı Eynullah Cəlalov düz 11 ilə yaxındır ki, bambukdan məişətdə işlədilən müxtəlif növ əşyalar hazırlayır. Bunun sənətkarlıq klubu olduğuna görə fikirləşdim ki, bambuk elə həyatımda var. Bunun möhkəmliyi diqqətimi cəlb etdiyinə görə düşündüm ki, bunlarda nəsə hazırlamaq mümkün var. Bir əvvəl belə gördüyünüz o kiçik stollardan, zorlu böyük stollar, yəni masalar hazırlandı. Yəni getdikcə sərgilərdə iştirak edərkən sərgidə iştirak edən adamların diqqətini daha çox cəlb etdi və bir daha buna maraq artdı.
Kənd klubunda çalışan mədəniyyət işçisi Eynullah Cəlalov saz ifa etməyi bacardığı üçün bu sahədə yenilik etmək qərarına gəlib. Əşyalarla yanaşı, həm də maraqlı bir fikrində var. Özüm musiqi ilə məşğul olduğuma görə, yəni saz alatını ifa etdiyimə görə düşündüm ki, oradan saz alatını düzəltməyə qərara gəlmişəm. Bunu keçən illərdə mən qeyd eləmişəm. Artıq bu saz alatının çanaq hissəsinin hazırlanması üçün görürsünüz, həm çox yüngüldür, həm də çox möhkəmdir. İndi inşallah gələcəkdə bundan saz alatını da düzəltməyi planlaşdırmışam. Eynullah dayının 6 sota yaxın həyətyanı sahəsində 1500-ə qədər bambuq ağacı var. Bu ağacın Lənkərana ilk dəfə Gürcüstandan gətirildiyini deyən qəhrəmanımız Cənub bölgəsində artıq bambuqun kökünün kəsilmə üzrə olduğunu da vurğuladı. İnanclara görə ev şəraitində yetişdirilən bambuq mövcud olduğu məkana uğur və firavanlıq gətirir. Zənginlik bəxş edildiyi söylənilən bu bitki eyni zamanda xüsusi qayğı tələb etmir və ona qulluq etmək çox sadədir. Həmçinin bambuq sürətli tərəqqi, fəal başlanğıc bütün sahələrdə inkişaf simvolu hesab olunur. Xumar Kərimli, Rahim Məmmədov, Tural Babazadə, Vurğun Məmmədov, Lider TV. Uşaqkən bütün məhəllə toplaşıb bir yerdə oynayardıq. Beləyə daha maraqlı olurdu. Ortada qalma, siçan pişi, qaçdı tutdu, gizlən qaç, nə bilim bənövşə və daha nələr. Yadındadır Adil, o qədər oyunun arasında hərdən özümüzdən yeni oyunlar da quraşdırardıq. O vaxtın uşaq ağlıya deyirəm. Yaxşı yadıma düşdü. Bir gün nə oynasaq yaxşıdır? Nə? Qıdıqlama. Bax, bu oyun sayəsində öyrəndim ki, sən demə adamı çox qıdıqlasan, gülməkdən ürəyi belə gedə bilər. Hə Adil, təfərrüatları dəqiq yadımda deyil. Bizim oyun zamanı da belə bir hadisə baş vermişdi. Ondan sonra bu oyuna bir dəfəlik yox dedik. Amma evdə valideynlərimizdən də dərsimizi aldıq. Düzdür, ümumiyyətlə görəsən niyə qıdığımız gəlir? Sözü gedən refleksi araşdıran əməkdaşımız Elmira bu haqda maraqlı bir sujet hazırlamaq qərarına gəlib. Buyurun, bir yerdə izləyək. Önünün də qıdığı gələr, çəkər. Hani gəlmir. O çoxdan ölüb. Allah ona rəhmət eləsin, mən vurayım. Yəqin ki, önünün də qıdığı gələr səhnəsindən bildiniz ki, söhbət nədən gedir. Bəli, biz bugün qıdıqlamadan danışacağıq. Gəlin araşdıraq görək ümumiyyətlə insanın niyə görə qıdığı gəlir. Sizcə insan niyə görə qıdığı gəlir? Qıdıqlayırsan, qıdığı gəlir. Qıdıqlayırsan ki, qıdığı gəlir. Bilməm. Qıdıqlayanda qıdığı gəlir də. Elə insanda olur ki, onda olmur. O insan xarakterindən asılıdır məncə. Qıdıqlayanda o qədər gülürsən ki, birdən ağlamaq da olur. Bəzi insanlar var ki, gülmür, onu qıdıqlayırsan ki, gülsünlər. Müəyyən nöqtələr var ki, orada toxunanda gülmə instinkti baş verir də. Ona görədir ki, toxunur orada füsudə qıdığı gəlir də. Olur da indi insan da. Məsələn, sən Orxanı toxunsam indi, qıdığı gəlmə, görürsünüz. Bax xanım, deyim də, insaniyə qıdığı gəlir. Məsələn, mən arığam da. Arıq uşaqların həmişə qıdığı gəlir. Məsələn, idmançı uşaqların elə qıdığı gəlmir. Sorğudan da belə məlum oldu ki, əksəriyyətimiz niyə qıdığımızın gəldiyini bilmirik. Məlumunuz olsun ki, qıdıqlanma dərinin bəzi reflektor hissələrinin qıcıqlandırılması zamanı yaranan refleksdir. Bir qrup əzələlərin yığılması nəticəsində bədənin qıdıqlandırılan hissəsinin çəkilməsi baş verir. Əgər bir insana həssas şəkil, bir insan çox həssassızsa, onun qıdıqlanma prosesi daha da artmış olur. Əgər bir insanın dəri səthində toxunursan və o toxunma xəfif şəkildə olursa, artıq bunu qıdıq adlandırmaq olar. Bu da insan dəri səthindən elektromexaniki dalğalar vasitəsilə artıq beyin serebral korteksə, beyinə çatır siqnal şəklində. Serebral korteksə çatdıqdan sonra, oradan beyin onu qəbul etdikdən sonra onu cavab olaraq ya gülüş şəklində, ya da acığı tutmaq şəklində reaksiya verir. Elə insanlar var ki, nə qədər qıdıqlansa da heç bir reaksiya vermir. Həm də maraqlıdır. Bəs görəsən insan niyə öz-özünü qıdıqlayanda qıdığı gəlmir? Bunun səbəbi isə əgər insan özündə o prosesi yaratmaq istəyirsə, o zaman beyinci hərəkətə keçir. İnsanda beyinci hərəkətə keçir. Beyinci hərəkətə keçdiyi zaman serebral korteksə çata biləcək siqnalları blok edir. O zaman siqnallar beyinə korteksə çatmadığı üçün artıq qıdıqlanma yaranmır. Daha hərəkətli sinir sisteminə sahib olan insanlarda qıdıq, gülüş, qışqırıq kimi daha aşkar emosiyalara səbəb olur. Qıdıqlanma insanın psixoloji durumuna da təsir göstərir. Əgər bunun yaxşı keyfi var, yəni bu havası yaxşıdır, yəni keyfi yaxşıdır və
onun necə deyirlər, qəmgin deyil və o götürüb o qıdıqlanmağa yaxşı təsir edir. Çünki bəzi zaman var ki, elə olur ki, insanı götürüb qıdıqlayırsan, daha da əksinə olaraq acınacaqlı gəlir, onun acığı gəlir, xoşlanmır. Və bir şey də deyim ki, heç vaxt o qıdığı tez gələn insan, o demək olmaz ki, onun yumor məsələsi çox yaxşıdır. Əksinə olaraq ola bilər ki, insan qaraqabaq olsun, amma qıdığa təsir eləsin. Tarixə nəzər salsaq, görərik ki, qədim Çində qıdıqlamadan işgəncə metodu kimi istifadə olunub. O zamanlar cəzaya məhkum olan insanı quş lələyi ilə ölənədək qıdıqlayardılar. Görəsən, həqiqətənmi qıdıqlamadan adam ölə bilir? Qıdıqlanma nəticəsində tənəffüs daha gec alındığı üçün bəzən sianoza gətirib çıxara bilir və sianoz isə beyinə qan çatmadığı üçün beyinə qan çatmadıqca artıq ölüm halları da baş verə bilər. Qıdıqlamanı ən yaxşı körpələrdə müşahidə etmək olar. Çox maraqlıdır ki, 3 ayından etibarən gülümsəməyə başlasalar da, onlar qıdığa 1 yaşından sonra reaksiya verir. Digər maraqlı nüans isə ondadır ki, körpələr qıdıqlandıqda doğma insanlara gülərək, yad insanlara isə ağlayaraq cavab verirlər. Elmira Manaflı, Əfqan Pənəxoğlu, Lizar TV. Deyəsən, yenə də kökəlmişəm. Bu isə o deməkdir ki, ağ çörəyi təcili qaydada qida rasionundan çıxarmalıyam. Elə məni də ağ çörək kökəldir. Ondan imtina edən kimi nəticə o dəqiqə hiss olunur. Ancaq neyniyim ki, çörəkdən tamamilə əl çəkə də bilmirəm. Ülviyə, ümumiyyətlə biz Azərbaycanlılar, türklər çörək yeyən oluruq. Of, indi bilirsiniz nə olardı? Təzə, yenicə bişmiş təndir çörək. Bəh, lap ətri gəldiyə burnuma. Özlə təsəvvür edin, əliniz yana-yana bir kənarından qoparırsınız. Bəh. Buğlanan bu təndirin arasına da bir dilim pendir qoyursunuz. Lap əridim mən. Uşaqkən təndirə çörək də yapmışam. Olduqca çətin işdir. Sən hələ orada bişirilən ləvəngilərdən danış. Neysə, 100 eşitməkdənsə bir görmək yaxşı olar deyib, keçid alırıq bölgə müxbirimizin hazırladığı sujetə. Astara rayonunun Pensər kəndində Təndir Kəsənlər adlı məhəllə öz sənətkarları ilə məşhurdur. Bu məhəllədə 50-yə yaxın ailə il boyu təndir hazırlayıb satmaqla məşğul olur. Amma 20-25 il bundan öncə bu işi kənddə təkcə bir nəfər görərdi. Bu sənəti atamın babasından qalıb bizə. Mən özüm ağlım kəsəndən 6-7 yaşımdan sənətlə işləyirəm. İndi bu kənddə qazanc mənbəyinə çevrilir. Təndir hazırlanması üçün bir o qədər də material tələb olunmur. Qumdur, çay qumu, palçıqdır, gil, dağ palçığı, bir də odunla yandır. Təndirçi məhəlləsində yaşayan təndirçilər bəzən xarici ölkələrə də dəvət alırlar. Özüm gedib Moskvada qoymuşam, beləsinə Dağıstanda qoymuşam, Pasayortda. Dəvət edirlər, bəli, dəvət edirlər. Biz gedirik, qoyuruq burada. Lazım olanda, orada gil olmayanda buradan bizə şərait yaradırlar, maşınla göndərirlər 2 meşov. Biz orada qoyuruq, yandırırıq, veririk təhvil, qayıdıb gəlirik oradan. Təndir hazırlayanlar deyir ki, təndirə ildən ilə maraq daha da artır. Əsasən Lənkəran, Bakı, necə deyim, Tovuz, Qəbələ satmaq, bizim malımız yəni o yanlara çıxıbdı satışa. Amma ki, indi yəni yad yerlərdən də sifariş gəlir. Biz onları sifarişi qəbul edirik. Türkiyə, Rusiya, Ukrayna bir parçalayıb göndəririk. Ata-babadan bu işlə məşğul olan məhəllə sakinləri bir təndiri tam ərsəyə gətirmək üçün günlərlə vaxt sərf edirlər. Tam hazır olan təndir bir müddət günəş şüaları altında qurudulur, sonra isə onu odqalanaraq bişirirlər. Yayda bir ay ərzində 40-50, qışda isə 15-20 təndir kəsən məhəllə sakinləri bu işdə ailəli ilə iştirak edirlər. Təndirin qiymətinə gəldikdə isə ölçüsündən asılı olaraq 20-100 manat arasında dəyişir. Vurğun Məmmədov, Tural Abbaszadə, Elmira Manaflı, Lizar TV, Astara. Yadıma yenə nənəmin bir sözü düşüb, deyəcəm. Moşu demişkən, sana demişik Fatıma cicindən stat gətirmə. Yox, deyəcəm, ta keçib. Nənəm mənə deyərdi ki, bala, səhər qismətini özün ye. Günorta payını dostunla bölüş, axşam yeməyini də ver düşməninə, qoy əl-ayağını yeməsin. Yəni sənə bəxtəvərlik verib gözə gətirməsin. Daydinən sizin arvad əməlli başlı dietoloq imiş, bu xəbərimiz olmuyor. Yəqin bilirsən də, yəni eşitməmiş olmazsan, bütün dietoloqlar da bir ağızdan axşam 6-dan sonra yeməyi məsləhət görmür. Ay Adil,
Bu diyetoloqları başa salmaq lazımdır ki, bizə iştah elə 6-dan sonra gəlir də. Paho, lap dəlinin yadına daş saldım. Necə? Sıradakı sujetə bax biləcəksən. Adi fransız üçün aşpazlıq gündəlik həyatın ayrılmaz elementidir. İstər xörəkləri olsun, istər desertləri, istərsə də salatları. Süfrəyə verilən bu nemətlərin hər birində incə zövq və fransız nəzakəti hiss olunur. Elə bunu nəzərə alıb, bu dəfə izləyicilərimizə balıqdan hazırlanan nisuya salatı haqqında məlumat verəcəm. Ton balıqdır, içinə gələn bazı şeylər pomidordur, kahıdır, göy soğandır, kartofdur, bildiçin yumurtasıdır, lobyadır, paxladır. Mən bunlardan hazırlayıram. Amma bu balıqdır, düzdür? Bəli, ton balığı. Ton balığı. Amma mənə elə gəlir bu yarıçı. Bəli, yarıçı güzəldir. Səbəb? Səbəb yəni ki, bu özəlliyi ondakı yarıçı gedir, danıyır. Aha. Yəni bütün bunlar hamısı bir nəfərlik üçün nəzərdə tutulur. Bəli, bir nəfərlik hazırlanır, keçəcək. Yəni qram necə olmalıdır təxminən? Qram haradasa 120-130 qram balıqdır. Bəs eləyər. Bəli, bəs eləyər. Bəs eləyər. Mütləqdir bildiyi kimi yumurtalar 3 ədəd olsun. Mütləqdir, xeyr, ya 2 dənə istifadə edə bilərsiniz. Yəni ki, baxırda kimi zövqünə qədər 2 dənə də problem, 3 dənə də problem olar. Yəni bu salat ümumilikdə qədim salatdır, yoxsa? Yox. Yəni yeni kəşf olunan salatlardan. Onda buyuraq başlayaq usta. Bu indi əlavə edirsiniz. Bu əlavə edirik yağ, zeytun yağı ilə masasıdır. Adətən salatlara mayonez və xama verilir və digər əlavə ağartı məhsulları vururlar, amma bunda nəsə gözləmir. Amma bu salat ümumi özəlliyi yağdan asılıqdan Düzdür, amma mən fikirləşirdim ki, sən bu belə deyək, elementlərin hər birini bir yerə qarışdıracaqsan, nəsə başqa cür. Adətən salat deyiləndə biz bu cür öyrəşmişik. Hər şey bir yerdə qarışdırmaq var. Aha, amma sən özünə məxsus şəkildə orada düzəliş elədin. Bu nədir əvvəl? Bu kokteyl sosu. Kokteyl sosu. Yəni onun tərkibində nələr var? Onun tərkibində ketçupdur, apelsindir, apelsin sosu. Biraz mayonezdir. Ümumilikdə xarici mətbəxdən, ən çox da Avropa mətbəxindən bir çox salat dadmışdım, bir çox salatlar. Amma birinci dəfədir. Aha, bu Eşad zəhmət olmasa bunu göstər. Bu qayda belədir, mütləq balıqlar oraya elə qoyulmalıdır. Bəli. Bu qaydada da müştəriyə təqdim olunur, servis olunur. İcazə versən biz onun dadına baxaq. Doğrudan da yeri var. Sözün əsl mənasında çox maraqlıdır və eyni zamanda bəlkə də əksəriyyətimizin ağız dadına uyğun deyil, amma dadsaz siz də doğrudan da bu saatın kifayət qədər dadlı olduğunun şahidi olarsınız. Adil Rasimoğlu, Eşad Məmmədov, İzzət. Məncə dünyamız özü də mükəmməl bir əsəri xatırladır. Bu tablonun bütöv halda göz oxşaması üçün rənglərin, çalarların uyum içində harmoniya təşkil etməsi gərəkir. Elədirsə, onda bütün canlılar, insan, heyvan ya da bitkilər olsun, həm təbiətlə, həm də bir-birləri ilə vəhdət təşkil edib, bir-birlərini tamamlamalıdırlar. Şəxsən mən bu cür düşünürəm. Heyvanlardan söz düşmüşkən, hərdən onlara həsəd aparıram. Onlara, yəni nələrə? Yəni quşlara, daha doğrusu qartallara. Qartallar mənə ən məğrur, qəhrəman, patriot ruhlu insanları xatırladır. Məncə hər kəs bu quşlar qədər azad və qürurlu olmağı arzu edərdi. Ülviyə, onu da deyim ki, belə düşünən tək sən deyilsən. Elə əməkdaşımız Gülnarın sıradakı sujetini izləsən, nə demək istədiyimi anlayacaqsan. Qarğa tək 300 il eşələnməsən, köçəndə dünyadan köç qartal kimi.
Şairin bu gözəl fikri bizi də fikrə salıb gətirdi Qızılquş Kimlər dəstəsinin qırğılar sinfinə aid olan qartalların yanına. Bədəninin uzunluğu 75-88 cm çatan qartalların qanadları geniş olur və açıq halda təxminən 2,4 metrə çatır. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. Bu canlılar 2-3 yaşlarında artıq yetişkənliyə çatırlar. Dünyada 270-dən çox növü var. Bu dəstənin demək olar ki, 3/1-dən çoxu dünyanın beynəlxalq qırmızı kitabına daxil edilib. Azərbaycanla da o cümlədən, çünki bunlara təsirlər çox müxtəlifdir. Vaxtı ilə, məsələn, 20 il, 30 il bundan öncə bu quşlardan insanlar qorxurdular. Bunlar həm bəzi ev heyvanlarına da hücum edirdi, insanlara da hücum edirdi. Apardığımız araşdırmalardan da belə məlum oldu ki, qanadı böyük olan qartallar ov etməyi ümumiyyətlə bacarırlar. Nisbətən kiçik qanadlı qartallar isə mahir ovçular hesab olunur. Elə qartallar var ki, meşə şəraitində yaşayan elə qartallar var ki, hündür qayalıqlarda. Bəzi qartal növləri var ki, ən çoxu məzarlıq tərəflərdə yaşamağa daha çox üstünlük verirlər. Böyük qanadlı qartallar çox sürətlə uça bilmirlər. Nə də yerindən tez götürür. Yəni, o dəqiqə bilinir ki, bu quşun ov eləmək qabiliyyəti demək olar ki, sıfırdır. Belə məlum oldu ki, təbiətdəki bu yırtıcıların ən sevimli qidaları elə öz şikarlarının içalatıdır. Hücum edərkən mütləq onun içini yeyəcəklər, sonra isə qırağına gedirlər. Çünki qırağında ətdə o qədər vitaminlər yoxdur ki, cəm onun iç hissəsində. Xırda gəmiricilər də yeyə bilirlər. Doğrusu, ümumiyyətlə, nə qartaldan balacadır, onlara hücum edib yeyə bilərlər. Mütəxəssislər bildirir ki, qartallar olduqca güclü müşahidə qabiliyyətinə malikdirlər. Ən iri qartalımız Bərkut qartalıdır. Bir də bizdə var, deməli, sahil qartal cinsi, bir də qartalça var. Qartalçanın cəmi bir dənə növü var, cırtdan qartal. Və sahil qartalında 2 növ var, uzun quyruq qartal, bir də ağ quyruq qartal. Bilirsiniz, qartalların görmə orqanı çox yaxşı inkişaf edib. İnsandan təxminən 8 dəfə çoxdur. Eşitmə orqanı da çox yaxşı inkişaf edib, qat-qat çoxdur insandan. Qeyd edək ki, bu yırtıcılar təbiətin ən sürətli uçan quşlarından hesab olunur. Onlar buna qanadlarının ön kənarlarını küləyə doğru çevirməklə nail olurlar. Hələ qədimdən şairlərin şeirlərində vəsf etdiyi qartalları bugün də ətraf aləmin nadir quşlarından saymaq olar. Gülnar İlqar qızı, Rahim Mustafayev, Lider TV. Bax belə, deyə gülə verilişimizin də sonuna gəlib çatdıq. Vaxt tapıb verilişimizi izləməyənlərə isə YouTube-dakı səhifəmizi xatırlatmaq istərdik. Beləliklə siz YouTube-a daxil olub bizim səda yazmaqla qaçırdığımız bütün buraxılışlarımızı izləyə bilərsiniz. Bugünlük də bizdən bu qədər. Sabah yenidən görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Yaxşı, bax belə. Deyə gülə verilişimizin də sonuna gəl. O mənə sual verir, mən də ona sual verirəm. Kişilər, kişilər, başımızın bəlası mı deyim, evimizin dirəyi mi deyim, bilmirəm. Bu barədə Dilli Dilavər əməkdaşımız Elmiradan. Elmiradan bilərik belə şeyləri. Kişilər, kişilər, başımızın bəlamız, Bəlalım benim. Bəlalım benim. Sizə bugün nə bananaslar, nə də... Bananas nədir? Ananas, bananas.